bizlər, müsəlmanlar, Həzrət Zəhranın şiyələri gərək dinşünas olaq. Dini tanımaq üçün vaxt qoyalar. Dini öyrənmək üçün, Qur'anı öyrənmək üçün, Əhl-i-Beytin həyat tərzin, sirəsini öyrənmək üçün. Bir sözdən dinşünas olaq. Allah dini qanun olaraq bizim xoşbəxtçiliyimiz üçün göndəribdir. O qanunlar əsasında insan yaşayır, xoşbəxt olur. Allah Qur'anı göndərməyib ki, fəqət üzündən oxuyasan, məclislərdə oxunsun gözəl səslə, ya əhli quburda oxunsun. Əsas mahiyyəti budur. Düzdür, bunlar var və savabları da var. Amma əsas mahiyyəti budur ki, Allah Təbarək və Teala dini, şəriəti, Qur'anı göndərib ki, biz o qanunlar əsasında yaşayaq, xoşbəxt olaq. O qanunlar əsasında yaşamaq üçün gərək əvvəl tanıyaq, oxuyaq, dərk eləyək. Nəticə budur ki, biz Həzrət Zəhranın şiyələri, sevənləri gərək dini tanımaq üçün vaxt ayıraq, vaxt qoyaq. İndi özümə və sizlərə sual verirəm. Dinşünaslıq üçün, dini tanımaq üçün, dinimizi öyrənmək üçün nə qədər vaxt sərf edirik? Ümumiyyətlə istəyirik ya yox. Əgər istəyiriksə, nə qədər vaxt qoyuruq?